Salam əziz izləyicilər, bildiyiniz kimi bugün 9-cu sinif üzrə buraxılış imtahanı keçirilmişdir. Gəlin o suallara bərabər şəkildə baxaq. Suallara baxmamışdan əvvəl kanala abunə olmağı unutmayın. Hər birinizə uğurlar arzulayıram. İlk sual. Şəxs əvəzliklərinə aid düzgün fikirləri müəyyən edin. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur. Bu fikir doğru fikirdir. Bəli. Həm tək olur, həm cəm. Bir qismi hallana bilmir. Bu səhv fikirdir, bu yanlış fikirdir. Şəxs əvəzliklərinin hamısı hallana bilir. Üçüncü şəxs əvəzliyini bildirən əvəzliklər insan, heyvan və cansız əşyalara aid olur. Cümlənin yalnız mübtədası olmaq fikri də səhvdir. Şəxs əvəzliyi cümlənin mübtədası da ola bilir, tamamlığı da ola bilir, xəbəri də ola bilir, yəni fərqli cümlə üzvləri ola bilər. 2 və 4 olan variantlar səhvdir. Cavab qaldı 1, 3, 5. Şəxs əvəzliyi kəmiyyətcə mən tək, biz cəm. Və yaxud üçüncü şəxsi bildirən əvəzliklərə və yaxud da dedik ki, insan, heyvan və cansız əşyalara aid olur. Mən və biz əvəzlikləri yerlik halda digər əvəzliklərdən fərqli şəkilçisi qəbul edir. Bəli, mənim, bizim formasında olur. Düzəltmə sözlər sırasını müəyyən edin. Qardaş sadə sözdür, A variantı olmur. Səhrayı sadə sözdür. Oxumaq sadə, çəməndən sadə. Cavab qalır D variantı. Ölç, ölçü, ölçülü. Qayğı, qayğıkeş, qayğıkeşlik. Bağ, bağlamaq, bağlanmaq, bağlantı sözləri düzəltmə sözdür. 29. Havanın təmizliyi sağlamlığın birinci şərtidir. Sağlamlığın birinci şərtidir. Xəbər, nə? Havanın təmizliyi. Üçüncü növ təyini söz birləşməsi, yəni ismi birləşmə mübtədadır. 30. Getmək istəmirdim, ancaq o israr etdi. Bu tabes mürəkkəb cümlədir. Mən istəmirdim. İsrar edən amma odur. Burada bir mürəkkəb cümlədir ki, sadə cümlədən ibarətdir. Tərkib hissələri bağlayıcıdan bağlanıb ancaq var. Bəli, bir doğru. Sadə cümlə deyil. Yanlışın altından da yanlışı seçməliyik. Tərkib hissələrindən biri deyir şəxsiz cümlədir. Xeyr. İsrar etdi o, getmək istəmirdim mən. Hər ikisi müəyyən şəxsi cümlədir. Üst də doğru olduğu üçün götürə bilmərik. Çünki yanlışın altından doğru götürmək olmaz. 31. Əleyhim sözündə bitişdirici samit olması üçün o feil olmalıdır. Yəni isim kimi olsa, mənim əleyhim mənasında olsa, orada ki-yə əvəzlənməsi olar. Ona görə də feilə aid olanlar üst düzlü təsriflənəndir. Birinci şəxsin təkindədir, mən əleyhim. Bir də feilin şəkili olduğu üçün feili xəbər ola bilər. 3, 4, 5. Bütün sözlərin yazışı və tələffüzü fərqlidir. Bu da asan sualdır. Arazın dəyişmir, bəzi qalası dəyişmir, Süleymana qalmayan dünya, yəni burada dəyişməyən sözlər var. Qonaqlar gələcək. Qıxı, ki isə xışdırxa keçir. Cavab D variantıdır. Kəndə sözündə də heç bir dəyişiklik baş vermədi. İcbar növ feilləri müəyyənləşdirin. İcbar növün şəkilçilərin birliyi dır və yaxud da t burada yoxdur. B-də də yoxdur. Sıxlaşdırmaq, vidalaşdığı çox sözündə məsələn görürük ki, icbar növün şəkilçisi yoxdur. Tumarlandı sözündə də yoxdur. Cavab qalır E variantı. Ütülətmək, mişarlatmaq və möhürlətmək. Hamısında t şəkilçisi var və başqasına icra olunur. 34-cü sual. Yalnız xitab kimi düşünülə bilər. Sabir. Sabir, Orxan, Turas və Anarla danışılsın. Sabirlə, Orxanla, Turasla və Anarla danışılsın deyə bilərik. Sahibi Eşəni Tuqayı tədbirə dəvət etdilər deyə bilərik. Aysu ilə, Nuray ilə və Zəhra ilə məsləhətləşsin deyə bilərik. Akif, Vəli və Toğrul danışsınlar. Bu da alınır, amma D variantında burada Laləyə xitab olunur. Əhməd də, Uğur da hesabat hazırlasınlar. Yəni bunu həmcins kimi demək olmur. Lalə, Əhməd də alınmır. Cavab D variantı. Köməkçinin qısalarına aid sözlərin işlənmə ardıcılığı. Əlbəttə, modal söz, təsdiq bildirən, lakin bağlayıcı, qarşılaşdırma, ancaq ədat. Məhdudlaşdırıcı ədat. Modal, bağlayıcı ədat olan variant 1, 2, 4. Cavab D variantı. Bir ismi birləşmədir. Əsas tərəf adlardan ifadə olunmalıdır. Erlər yaraşığı ikinci növ təyini söz birləşməsidir. Sonra keçirik. Eyaz mətni. Bu mətndə suallara baxaq. Əsas fikir. İşi iş bilənə tapşırarlar. Bir də çörəyi ver çörəkçiyə birində üstəlik. Hər ikisi işin yaxşı gördüyü üçün aid eləmək olar. Eyaza. İfadələrlə bağlı doğru fikirlər. Burada
4 və 5 uyğun gəlir. Çünki birinci söz hünərdir. Hünərdən mərifət bir-birinin sinonimi deyil. Mərifət qanacaqdır. Yəni, bir olmaz. Hörmətlə və ehtiramla hər ikisi eyni mənadadır, məcazi deyil. Ona görə 2 də olmaz. Öyrənmək sözü 3-də. Peşə öyrənməkdən deyir eyni məna. Məlumatı öyrənməkdən peşə öyrənmək eyni şey deyil. 3 də olmaz, cavab qalır 4-5. 4. Ağzı asla qalmaq, xeyrətlənmək mənasındadır, bu düzdür. 5 isə üz çevirməkdən deyir, üz döndərməkdən əvəz oluna bilməz. Bu da doğru fikirdir. Çünki üzün çevirdi, yəni başqa tərəfə çevirdi. Üz döndərmək kimləsə qaçmaq mənasında deyil. Yəni uzaqlaşmaq mənasında deyil. Ona görə də burada cavab olur 4-5. Yəni burada qeyd olunur. Yəni baxaq, doğru üzünü çevirib deyir. Padişah sərkərdələrinə doğru üzünü çevirib deyir. Yəni üzünü döndərib hərəkət etdirir. Bu frazeoloji birləşmə deyil. Mətndə tünd qara hərflərlə verilmiş fikirlər hansı deyimi qüvvətləndirmək olar? Tünd qara hərflə verilmiş cümlələrdə Eyazın, yəni fərasətini görürük. Ona görə də aid olan variant hər kəs öz əməllərinin meyvəsini dərər. Hansı ifadə artırılsa məzmuna və Eyazın xarakterinə uyğun gələr? Eyazın sözlərindən qabaq nə ilə maraqlanacağınızı təxmin etdim. Buraya yazmaq olar. Tərkib hissəsi ilə bağlı doğru fikir. Giriş hissədə həqiqətən qənaətə gəlmək olar ki, dürüst idi, sonra dərrakəli idi. Cavab B variantıdır. Yəni digər variantlara baxaq. Digər variantlarda gördük ki, ardıcılıq pozulmayıb. Daha sonra ədalətsiz olduğu yoxdur. Sonluqda heç bir fikir verilməyib, yəni deyim verilməyib. Yalnız əsas və nəticədə yox, giriş hissədə də yəni verilmişdi bu. Başqa sərkərdələrdən fərqləndirən xüsusiyyət onun fərasəti idi. 43-də giriş hissəsinin plan bəndi ola bilməz. Eyvazın başqalarından fərqli xüsusiyyətlər. Bu var idi. Sultan Mahmudun sevimli sərkərdəsi. Gözəl keyfiyyətlərə malik idi, dərrakəli idi, dürüst idi. Başqa sərkərdələrdən üstün tutulurdu. Digərlərindən daha artıq haqqı ödənilirdi, amma başqalarından fərqli xüsusiyyəti qeyd olunmamışdı. O əsas hissələrdə biz öyrəndik. 44. Cədvəldəki problem nədir? Cədvəldəki problem sərkərdələrin narazılığıdır, daha doğrusu mətndəki problem. Problemin həlli də sultanın sərkərdələrinə tapşırıq verməsi və Eyvazın o tapşırıqda bacarığın göstərməsi idi. Sultan Mahmud necə biri idi? Ədalətli biri idi, işə qiymət verən bir şəxs idi. Bu xüsusiyyətləri qeyd eləmək olar. İnsanları düzgün qiymətləndirirdi, belə deyim. 46-cı sual cədvəl olduğu üçün bunu bilmirəm. Yəni, hansı cədvəl olduğunu bilmirəm. Siz onu əlaqə nömrəsinə ata bilərsiniz. Yəni, cədvəlin formasını desə izah eləyərəm. Heykəltaraşlıq mətni. Hansı suala cavab tapmaq mümkün deyil? 47-ci sualda. Bircə yaradıcılıq var idi bu hissədə. Hansı yeniliklər gətirilmişdi? Yoxdur. Burada yaradıcılıq, Nizami heykəli üzərində yaradıcılıq neçənci ilə baxaq. Gəncədə heykəl 1946-cı ildə var idi mətndə. Azərbaycan heykəltaraşlığında hansı yeni nailiyyətlər olub? Kiçik plastika sahəsində xeyli nailiyyətlər var idi. Yaradıcılığına xas olan xüsusiyyətlər E variantında isə o da qeyd olunmuşdu. Monumental, dekorativ onun yaradıcılığına əsas yer tutur. Cavab olur B variantı. 48-ci sual. Nəticə hissəsini hansı cümlədən tamamlamaq olmaz? Nəticə hissəsi müasirlikdən bağlıdır. Yəni, yeni nümunələr hazırlanır. Amma burada C variantı yazılır ki, qədim ənənələrinə sədaqətini qoruyub saxlayırlar. Yeni heç bir şeydən istifadə eləmirlər. Ona görə də aid olmaz. 49-cu suala cavab A variantıdır. Çünki Füzulinin heykəlini yaradan bunlardan heç biri deyildi. Füzulinin heykəli Tokay Məmmədov və Ömər Eldorova aid idi. Və birgə şəkildə yaratmışdılar. 50-ci sual. 49-cu sualda digər variantlarda baxa bilərik. Muzeydə saxlanılan əsərləri var idi. Bəli, muzeydə saxlanılan əsərləri qeyd olunmuşdu bu hissədə. Bu Əbdürrəhmanova aiddir. Heykəltaraşlığın müxtəlif janrlarına aid əsərlər müəllifidir. Bəli, müxtəlif janrlarda əsərlər var idi. 2 müxtəlif şəhərdə bu Nizaminin heykəli nəzərdə tutulur. B variantda onsuz da doğru fikirdir.
Tünd qara hərflərlə verilmiş sözlərin heç birinə uyğun deyil. Burada cavab A variantıdır. Bəhrələnmək, faydalanmaq. Fiqur C variantına uyğun gəlir. Monumental əzəmətli sözünə uyğun gəlir. Kütlə arasında yayma isə təbliğat sözünə uyğun gəlir. Düzgün uyğunluğu müəyyənləşdirin. Yeganə heykəltaraş olublar fikri səhvdir burada D variantında. Qarşısında da yanlış yazıb. Yəni bu uyğunluqdur. Yanlışın qarşısında yanlışı seçirik. Digərlərini götürə bilmərik. Çünki yeganə heykəltaraş fikri səhvdir. Elçin Şamilov da var idi. 50-60-cı illərdə. Digər variantlara yenə də baxa bilərik istəsəz. Yazıb 50-60-cı illərdə əcnəbi sənətkarlar, əksinə 50-60-cı illərdə öz milli sənətkarlarımız çox idi. Füzulinin heykəlini Elçin Şamilov və Ömər Heydərov Xeyir, Tokay Məmmədov idi bu. Burada yanlış yazıb, amma doğru fikir idi C variantı. Ox atan gənc fiquru Bakının mərkəzi meydanlarının birini bəzəyir. Ox atan gənc, bu qeyd olunmur ki, bu monumental heykəl Bakıda İncəsənət Muzeyində saxlanılır, qeyd olunur. Ona görə bu da yanlışdır. 52. Əsas hissəsinə aid deyil. Əcnəbi sənətkarların heykəlləri giriş hissədə də birinci abzasda qeyd olunur. Digərləri əsasa aiddir. 53-də mətndəki saxlamaq, qoruyub saxlamaq, yəni mən həqiqi mənada fikirləşirəm onu, həqiqi mənadadır. Digər mənada işlətmək isə ruhunu güclü saxlayır, ruhu saxlamaq təbii ki, məcazi olur. 54. Yanlış fikri müəyyənləşdirin. Füzuli ilə Nizaminin heykəllərinin postamenti eyni ölçüdədir fikri yanlış idi. Çünki, baxaq, Bakıda ucaldılan 9 metrlik postament, 2 dəqiqə, burada baxaq. Mətndə 9 metr var idi, amma fikir kimi. 9 metrlik heykəl burada var idi. Füzuli isə bundan aşağıda, Füzuli abidəsi isə 6 metrlik postament. Bu da burada qeyd olunmuşdur. 55-ci sual. Yüksək estetik dəyərə və sənətkarlıq bacarığına malik idi. Buna görə də onlar müasir dövrə qədər gəlib çatmışdır. Buna zidd olan fikir lazımdır. Buna zidd olan fikir giriş hissədə birinci abzasda verilir. Çünki uzun ömürlü olmamışdır. Amma sualda da qeyd olunur ki, qorunub saxlanılmışdır. Müasir dövrə qədər gəlib çatmışdır. Yazmaq olar birinci abzas, çünki orada qeyd olunur ki, uzun ömürlü olmamışdır. 56-cı sual. Heykəltaraşlıq görkəmli şəxsiyyətlərin xatirəsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm bir vasitədir. Bəli, bunu da elə heykəllərin aid nümunələrdən misal göstərə bilərik. Füzulinin heykəli, Nizaminin heykəlini misal göstərə bilərik və digər sənətkarlar da var idi. Nərmanovun heykəli, Həzi Aslanovun abidəsi. Bəli, onların heykəllərindən bu fikri sübut edə bilərik. Bu qədər. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.